2024-cü il 28 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 1 sentyabr tarixinə 7-ci çağırış növbədənkənar Azərbaycan Respublikası parlament seçkilərinin keçirilməsi təyin olundu. Və artıq bu sərəncamla demək olar ki, ölkədə çox yüksək əhval-ruhiyyəli bir seçki mühiti, seçki platforması dövrü başladı. 9 avqust tarixində bütün seçkilərdə iştirak edəcək həm Hakim Yeni Azərbaycan Partiyası, həm müxalif partiyalar, həm də öz təşəbbüsü əsasında, yəni bir tərəf namizədlər artıq bu tarixdən etibarən öz seçki öncəsi təbliğat və təşviqat kampaniyasını aparmağa başladılar. O ki, qaldı gənclər təşkilatlarının və gənclərimizin bu seçki dönəmindəki iştirakçılığı. İlk öncə onu qeyd edeyim ki, biz bu seçki iştirakçılığının, yəni bu seçici fəallığını və ictimai iştirakçılığı 7 fevral prezident seçkilərində görmüşdük ki, burada həm gənclər təşkilatlarının nümayəndələri, həm üzvlər, həm də öz təşəbbüsü əsasında müşahidəçi olmaq istəyən şəxslər bu prosesdə çox aktiv, uğurlu və səbirli şəkildə iştirak etmişdilər. Bu parlament seçkilərində də biz bu tendensiyanın davamlı və dayanıqlı olduğunu bir daha şahid olduq. O ki, qaldı bizim klubumuzun üzvlərinə, yəni Dost Gənclər İnkişaf Klubunun üzvləri də bu parlament seçkilərinin həm təbliğat təşviqat kampaniyasında, həm də seçki günü müxtəlif seçki məntəqələrində müşahidəçi oldular. Elə mənim və sizlərin də çox yaxşı tanıdığınız 120 saylı Cəbrayıl seçki Qubatlı dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi Ceyhun Məmmədovun, mən 120 saylı seçki Cəbrayıl Qubatlı seçki dairəsi üzrə 2 saylı seçki məntəqəsində müşahidəçi oldum və burada da həm Yeni Azərbaycan Partiyasından olan müşahidəçilər, həm müxalif partiyadan olan müşahidəçilər, həm də öz təşəbbüsü əsasında, yəni bir tərəf namizədlərin olduğunu gördüm. Ümumilikdə bu dövrü həm mediadan, həm də müxtəlif gənclər təşkilatlarının sosial media hesablarından gördüyümüz kimi çox uğurlu və faydalı şəkildə başa vurduq. Çox sağ olun. Həqiqətən də elə bizim klubdan da, yəni Dost Gənclər İnkişaf Klubundan da fəaliyyət göstərənlər oldu. Elə siz də, mən də sizin kimi 3 saylı məntəqədə idim. Bizim üçün bu həqiqətən də bir təcrübə oldu. Düşünürəm ki, gənclər üçün belə fəaliyyətlər çox faydalıdır. Hər birimizə məlumdur ki, bu ilki parlament seçkiləri bütöv vahid Azərbaycanda keçirildi. Bir sualım da bundan ibarət olardı ki, Qarabağ bölgəmizdə hansı rayonlarımızda seçki məntəqələri qurulmuşdu? Orada səs vermə prosesi oldu mu? Təşəkkür edirəm sualınıza görə. 23 sentyabr tarixində Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin də vurğuladığı kimi 7-ci çağırış növbədənkənar Azərbaycan Respublikasının parlament seçkilərinin keçirilməsi özünün həm sosial-iqtisadi, həm də tarixi və siyasi əhəmiyyətinə görə mühüm faktor kəsb eləyirdi. Çünki artıq bu seçkilər 1991-ci 18 oktyabr, yəni müstəqilliyimizi bərpa etdikdən sonra bütöv Azərbaycan ərazisində keçirilən seçkilər idi. Əgər indiyə qədər biz 5 seçki dairəsində, yəni bu seçkilər müxtəlif simvolik məna daşıyırdısa və ora bizim fiziki imkanımız və çatanlığımız yox idisə, artıq 44 günlük Vətən müharibəsindən sonra və 2023-cü 19 sentyabr tarixində keçirilən antiterror əməliyyatından sonra biz ərazi bütövlüyümüzü tam şəkildə bərpa etdik. Bunu 20 sentyabrda Azərbaycan Respublikası Dövlət Suverenliyi gününün təsis edilməsi də bir daha sübut edir və biz həmin ərazilərdə işğal azad olunmuş Qarabağ və Şərqi Zəngəzur rayonlarımızda seçkiləri bütöv və tam şəkildə yerinə yetirdik. Belə ki, burada biz 5 seçki dairəsi yaradılmışdı və 574 seçki məntəqəsi var idi. 392.674 nəfər seçici də, yəni qaçqın və məcburi köçkündə məhz bu rayonlarda öz səslərini verdilər və parlament seçkisində öz iştirakçılıqlarını, öz töhfələrini verdilər. Həqiqətən Qarabağ bölgəsində belə məntəqələrin qurulması bizim üçün bir uğurdur, bir sevindirici haldır. Cavabınız üçün çox təşəkkür edirəm. Biz prezident seçkilərində böyük aktivlik müşahidə eləmişdik seçicilər arasında. Bəs bu ilki parlament seçkilərində necə oldu bu seçki fəallığı? Çox sağ olun sualınıza görə. 31 avqust 2024-cü ildə Mərkəzi Seçki Komissiyasının sədri Məzari Panovun verdiyi məlumata görə, yəni seçkilərə bir gün qalmış 2.595.310 nəfər seçici ümumiyyətlə qeydə alınmışdır. Bu da hansı ki 37,27% bir rəqəmi kəsb eləyir. Bu hardasa 1/3
formatına demək olar ki, uyğun gəlir. Yəni həm ölkənin Bakı şəhərində, həm də rayonlarımızda seçici fəallığı yüksək olmuşdur. Yəni burada ilk dəfə səs verən seçicilər, pensionerlər və digər gənclər artıq bu prosesdə iştirak edərək seçkiyə öz töhfələrini vermişlər və bu seçiciləri motivasyonunu və onların ruh yüksəkliyini yüksəldən bir digər determinant isə bu seçkilərin ilk dəfə olaraq bütöv Azərbaycanın ərazisindən keçirilməsi idi. Xüsusilə də Qarabağ və Şərqi Zəngəzur rayonuna daxil olan gənclərimiz və seçicilər bu seçkilərdə yüksək seçici fəallığını nümayiş etdirdilər ki, bu da ümumi ölkənin zamanla siyasi açılma getdiyini, ölkədə seçki mədəniyyətinin tədricən formalaşdığını və insanların siyasi apolitik elementlərdən getdikcə uzaqlaşdırdığının göstəricisidir. Çox sağ olun cavabınız üçün. Qeyd etdiyim kimi seçkidən artıq bir ay keçib. Bəs bu seçkidən sonraki fəaliyyətlər nələrdir? Biz hansı işlərlə qarşılaşacağıq? Təşəkkür edirəm sualınıza görə. Bildiyiniz kimi 23 sentyabr 2024-cü ildə Cənab Prezident Milli Məclisdə çıxış oldu və bu çıxış həm Milli Məclisin deputatları üçün, həm də geniş ictimaiyyət üçün hesablanmış bütöv sahələri konseptual şəkildə əhatə edən bir çıxış idi. İlk öncə bu çıxışın ən əsas məqsədi bayaq da vurğuladığım kimi bu seçkilərin bütöv Azərbaycan Respublikasının arasında keçirilməsi idi. Və Cənab Prezident bunu bir daha vurğuladı ki, bu tarixi və siyasi əhəmiyyətinə görə unikal bir hadisədir və həm Milli Məclisin deputatları, həm vətəndaşlarımız bu tarixi siyasi hadisəni yüksək qiymətləndirməlidir və bundan sonra da ölkədə siyasi iştirakçılığa yüksək qiymət verməlidir. İkinci bir məsələ Cənab Prezidentin vurğuladığı kimi bu ideoloji təhlükəsizlik məsələsidir. Yəni bildiyimiz kimi həm məktəblərdə, həm universitetlərdə, həm digər ali təhsil müəssisələrində mütəmadi olaraq Azərbaycançılıq məfkurəsi, Qarabağın qorunub saxlanılması, bizim milli mənəvi dəyərlərimiz, ailə dəyərləri, dövlətə, vətənə, millətə sevgi və bu kimi dəyərlər həm müəllimlərimiz tərəfindən tələbələrə aşılanmalı, həm də bu eyni zamanda parlamentin üzvləri, yəni deputatlar tərəfindən də öz seçicilərindən mütəmadi olaraq aşılanmalıdır. Çünki bu ideoloji təhlükəsizlik məsələsi hal-hazırda Azərbaycan Respublikasının qarşısında duran mühüm strateji hədəflərdən biridir. Üçüncü bir məsələ isə ondan ibarətdir ki, artıq bu çağırışın deputatları xüsusilə hərbi xərclərə, hərbi sənaye sahəsində müxtəlif dövlət büdcəsinin müzakirəsi zamanı bu xərclərə xüsusilə diqqət yetirməli və onu da çox əminliklə Cənab Prezident bildirdi ki, hərbi xərclərimiz və hərbi sənaye potensial gücləndirmək bizim qarşımıza duran ən önəmli məsələdir. Yəni bu sahədə də parlamentin deputatları ilə müxalif partiyadan olan deputatlar xüsusilə bu məsələdə həmrəylik təşkil etməlidir. Dördüncü bir məsələ media məkanına müxtəlif Avropadan və digər Azərbaycanın əleyhinə olan antikoalisyon qüvvələrdən gələn real təhdidlərdir. Xüsusilə bildiyiniz kimi həm qeyri-hökumət təşkilatları, həm ictimai birliklər vasitəsilə Azərbaycanın daxili işlərinə, suverenliyinə, ərazi bütövlüyünə qarşı ciddi və real, eyni zamanda potensial təhdidlər və hücumlar var. Artıq bu çağırışın deputatları da xüsusilə bu məsələlərdə yenə öz seçicilərlə daima işləməli. Xüsusilə universitetdə oxuyan tələbələrlə, onların seçki dairəsi üzrə qeydiyyatda olan gənclərlə bu məsələ ilə bağlı daima intensiv və preventiv tədbirlərin qurulmasından bağlı iş aparmalıdırlar. Bununla bağlı əsas gözləntilər bunlardır və digər iqtisadi, sosial, siyasi, digər sabitlik məsələləri bildiyiniz kimi bütün o konsepsiyanın elementlərini təşkil edir və ümid edirəm ki, bu çağırışın deputatları, eyni zamanda biz gənclər bundan sonra daha qarşıda duran 5 ilə daha həmrəy olaraq qarşıda duran siyasi, sosial, iqtisadi məsələlərin həlli ilə bağlı vahid və həmrəyli şəkildə həmrəy olaraq bir nümayiş göstərəcək. Çox sağ olun Məhəmməd bəy. İnşallah ətraflı cavabınız üçün minnətdaram. Bir də bu ilki seçkilər, yəni mənə səhv eləmirəmsə, mənə elə gəlir ki, həmişə seçkilər oktyabr-noyabr ayında keçirilir, yəni parlament seçkiləri. Bu il amma növbədənkənar oldu. İstərdim bu haqqda qısa bir məlumat verərsiniz. Çox sağ olun sualınıza görə. Növbədənkənar Azərbaycan Respublikasının həm prezident seçkiləri, həm növbədənkənar Azərbaycan Respublikası parlament seçkilərinin keçirilməsinin bir nömrəli
xüsusi əhəmiyyəti var. Bu əhəmiyyət ondan ibarətdir ki, həm cənab prezident, həm Mərkəzi Seçki Komissiyasının sədri dəfələrlə bunu vurğulamışdır ki, bildiyiniz kimi 2024-cü il 12-24 noyabr tarixində BMT-nin iqlim dəyişkənliyi üzrə çərçivə konfransı, yəni hamının bildiyi kimi COP29 Bakı şəhərində keçiriləcəkdir və noyabr ayında bildiyimiz kimi parlament seçkiləri hər noyabr 5 ildən bir noyabr ayının birinci həftəsi keçirildiyinə görə və COP29 kimi böyük və beynəlxalq nüfuzuna görə geniş miqyaslı bir tədbir olduğuna görə bu iki tədbirin üst-üstə düşməsinin qarşısının alınması və digər əlavə maliyyə xərclərinin minimuma endirilməsi üçün həm prezident seçkiləri, həm parlament seçkiləri öz vaxtından müəyyən müddət əvvələ çəkilmiş və bununla da o seçki alqoritmasındakı ardıcıllıq qorunub saxlanılmışdır. Və bunun yəni əsas siyasi və beynəlxalq əhəmiyyəti bundan ibarətdir və bu da dəfələrlə həm cənab prezident tərəfindən, həm də mediada işlandırılmışdır. Çox sağ olun cavabınız üçün. Mənim sizə olan suallarım bu qədər idi. Mesaj hissəsində bir sual görmürəm. Həmişəki kimi düşünürəm ki, çox gözəl bir canlı keçirdi. Ətraflı cavablarınız üçün çox təşəkkür edirəm. Ümid edirəm ki, gənclər üçün də yararlı bir canlı oldu. Bizdən bu qədər. İnşallah gələn görüşlərədək. Çox sağ olun Məhəmməd bəy. Mən də sözlərin təşəkkürüm və minnətdarlığımı bildirirəm. Chat hissəsində mən izlədiyim müəyyən suallar yoxdur. Fürsətdən istifadə edib Dost Gənclər İnkişaf Klubunun sədri Ceyhun Məmmədova biz gənclərə belə özümüzü ifadə etmək üçün yaratdığı fürsətə və platformaya görə özlərinin təşəkkür və minnətdarlığımı bildirirəm. Bildiyiniz kimi mən 2 saylı seçki məntəqəsində digər klubumuzun üzvləri kimi müşahidəçi oldum 2 saylı məntəqədə. Bu məntəqədə də yüksək aktivlik müşahidə olundu. 475 seçicidən 369 nəfəri həmin gün məntəqəyə gələrək öz səslərini Yeni Azərbaycan Partiyasının vahid namizədi və seçicilərlə, xüsusilə məcburi köçkün və qaçqınların say və kəmiyyət etibarına görə çox olduğu regiondan olan seçicilərlə daim işlədiklərinə görə öz səslərini Ceyhun Məmmədova verdilər. Çox sevindirici haldır ki, artıq bu seçkilərdə 2020-ci ildə keçirilən seçkilərdən fərqli olaraq heç bir seçki dairəsinin nəticələri ləğv olunmadı. Sadəcə 46 məntəqədə müvafiq seçki məntəqələri ləğv olundu. Bu da onu göstərir ki, artıq Azərbaycan öz seçki mədəniyyətini zamanla tədricən hüquq qaydalarına və proseduralist kontekstdə təkmilləşdirməyə çalışır. Artıq həm dövlətimiz bu sahədə müvafiq addımlar görür və sevindirici ondan ibarət ki, artıq vətəndaşlarımız da bu mənfi tendensiyalardan uzaq qaçırlar və öz həm hüquqlarını, həm vəzifələrini aktiv və dəqiqliklə seçki günü ifadə edə bilirlər. Bu da sevindirici haldır. Ümid edirəm ki, növbəti illərdə həm prezident, həm parlament, həm də bələdiyyə seçkilərində vətəndaşlarımızın bu seçkiyə olan marağı getdikcə daha da yüksələcək və onlar bu seçki prosesinə öz fəal töhfələrini bir daha verəcəklər. Çox sağ olun Məhəmməd bəy. Mən də bir daha Ceyhun müəllimi təbrik edirəm. Gənclərə olan dəstəyinə görə də təşəkkür edirəm. Bu qədər. Çox sağ olun. Sağ olun. Sağ olun. Təşəkkür edirəm. Gecəniz xeyrə qalsın. Xeyrə qalsın.